Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım. Hər kəsə məlum olduğu kimi dünya siyasətçilərin və dünya ölkələrini qarışdıran ingilislərin, qərbin siyasəti istənilən ölkəni ələ keçirmək üçün, yəni istənilən ölkənin resurslarını əldə etmək üçün o ölkədə millətçilik toxum səpirlər və istədiyinə nail olurlar. Gəlin fikir verək. Qərbin siyasəti və siyonistlərin siyasəti nəticəsində dinlər yaratdılar. Din yaradandan sonra millətçilik yaratdılar, etnik yaratdılar. Və etniklərin yaradılması, qruplaşmaya və ölkələr arasında paylanması yenə ingilislərin siyasəti idi. Bugünkü gündə onları rahat idarə edə biz. İnsanlar bu şəkildən o şəkilə keçir. Yəni insanlar rahat yırtıcı da etmək olur, ağıllı da etmək olur, yəni qul da etmək olur. Əsas məsələ, Türk torpaqlarına qarşı ərəbləri yetişdirdilər. Türk torpaqlarına qarşı farsları yetişdirdilər. Türk torpaqlarına qarşı deməli Əhəmənilər dedilər, nə bileyim Sasanilər dedilər. Sonra qeyri-Perslərin, nə bileyim hansısa bir tayfaların yaradılmasına gətirdi, çıxartdı. Türk torpaqlarını işğal etmək siyasətinə düşdülər. Amma dünyada yegana millət türkdür ki, hər bir etnikə, millətə, Hindistandan gələnlərə qucaq açdı və qeyri yerdən gələnlərə öz Asiya torpaqlarında qucaq açdı. Türk milləti balaca bir millət deyil. Türk milləti 450 milyon türk reallıqda yaşayandır. Avropada və bugünkü coğrafiyada qitənin hər bir yerinə səpələnir. Nə üçün? Əsas türklərin yaşadığı yer Asiyadır. Türklər gök tanrını, tək Allahlığı, hansısa ölkədə zülüm, şiddət, cəza vardı. Ora türklər gedib orada haqq ədaləti bərqərar edirdi. Bugün dünya ölkələrində hardan kimin hara gəldiyini və kimlərin hardan köçür edilməsi gəlib Türk torpaqlarında torpaq iddiası, bu birisi nə deməkdir? Dünyanı dolamaq deməkdir. Siz saxta bir tarix yaza bilərsiniz. Saxta bir oyunun qurbanı ola bilərsiniz. Və ingilislərin etdiyi oyunu qura bilərsiniz. Amma millətlər arasında toxum səhməyin. Millətlər arasında əl uzadın, yardım edin. Dünyanı xəstəlik bürüyüb. Dünyada ən ağır xərçəng və ərəm xəstəliyi bürüyüb. İnsanlar ölür, çox yaşaya bilmir. Aclıq bu tərəfdən. Siz də bir tərəfdən millətçilik edirsiniz. Toxum səpirsiniz. Gəlin fikir verək. PKK belə götürək. İraqda yaradıldı. Düzdür? Kürd adlanan bir muxtariyyət yaradıldı. Axı Suriya, İraq Türk torpağıdır. Bax, Türk torpağıdır. Bir bayraq altında döyüşən Kürdlərlə Türklər bugün düşmən çıxardırlar. Tarix yazan kim oldu? Farslara da, ərəblərə də, nə bilim, ermənilərə də, hər bir milləti Türk torpaqlarına gətirib doldurdular, sonra tarix yazdılar. Hər kəsin öz soyu, kökü bəllidir. Amma indiki vaxtda, indiki müasir dönəmdə universitetlərdən bəri insanlar, hər bir millət bir-birinə qız verib qız alır. Millətçilik, etnik, irqçilik dünyada ölkələr arasında qırğın qan deməkdir. Bu, belə şeylər, parazitlər, söhbətləri yığışdırın. Bu ölkəni uçurumuna gedirir. Mən Azərbaycan Respublikasının yenə də deyirəm, yəni Nazirlər Kabinetindən xahiş edirəm, ölkədə bu cür söhbətləri yayan və bizim torpaqlara iddia edən insanlara ölkəmizdən vəsiqəsi alınsın, yola salınsın. Belə 50 milyonda, 50 mində pul verirsin, geçsin özünə xaricdə ev alsın. Bu bizim gəncliyin içərisində qardaş qırğınına gətirib çıxardır. Biri şimalda, biri cənubda, biri ortada, biri nə bilim, biri deyir İrəvan bizim olub, biri deyir Laçın bizim olub. Və yaxşı, bu türklər hardan gəldi, yaxşı. Sənin, bax, gəl götürə, hər bir millətin soyu var da, gəlin siz də öz soyunuzu ortaya qoyaq, biz də. İraqda cəmi yer üzündə götürsən,
Məsələn, farsları götürsün. Nə bilim, o erməniləri götürsün, sonra ərəbləri götürsün. Onların sayı bəllidir. Kürdləri götürsün, sayı bəllidir. Yaxşı, bu 450 milyon türkü siz balaca bir millət sayırsınız. Hətta bax, Naxçıvanın hava haqqında məlumat verir. Azərbaycan Respublikasının aidiyyəti qurumlar niyə susur? Niyə bu işdə cavab vermir? Hər gün İraqda Naxçıvan haqqında, hava haqqında məlumat verilir. Ərdəbilin hava haqqında İraqda Kürdistan muxtariyyətində hava haqqında məlumat verilir. Sonra Naxçıvanın verdiyi, Ərdəbilin verdiyi Urmiyanın, Urmiyanın gölünün qurulmasında farsların da, ingilislərin də əli var idi. Və orada plan bu idi ki, İraqdan Urmiya kimi yarasın, sonra Ərdəbili ələ keçsin, sonra Naxçıvanı. Məqsəd nə idi? Və yaxşı, Atatürk'ün dövründə Atatürk Naxçıvanı niyə əldən vermirdi, qoymurdu ki, yəni iki türk dövlətinin qapısını kəsilməz. Yaxşı, siyasi tərəfdən deyirəm, xahiş edirəm, heç bir insanlar, hamısı mənimcə, hər bir millət bir bayraq altında suverenimizi qoruyursa, millətindən, irqini asma mənim canımdır, iki gözümdür, ürəyimdir. Amma burada işğalçılıq siyasətinə gelirsə, yəni bu məsələni deməliyəm. Siz özünüz deyirsiniz, mən deyəndə pis olacaq. Sən gəlin mənim vətəndaşımı hədələyirsən, qorxu gəlirsən. Sən mənim söz azadlığında, sən onun sözünü kəsirsən. Sən burada yaşayırsan, siz burada yaşayırsınız, yoxsa siz İraqda yaşayırsınız, ya İranda yaşayırsınız. Herkes öz yaşadığı ərazidə müdafiə, torpaq müqaviləsinə qalanda, müdafiəsinə qalanda 15 milyondan yuxarı türk torpağı var. Onda mən də, o zaman mən də bütün türklərin harada əzildiyini müdafiə edirəm. Bugündən edirəm, dinmirdim, susurdum. Gəlin fikir verək. İngilislər İranda Xomeyni yarattı, Fransada Samolyot kimindir? Fransanın. Gətirdilər İrana. Və tarixi demirsiniz, tarixlə deyək. İsrail dövlətinin yaradılmasında İngilislərin orada siyasi hərəkəti vardı. Və Xomeyni, bunların Yahudilərlə əl biri olması. Yəni tarixlə deyirəm. Və İmam Hüseyni farslar özünləşdirib və ərəblərə qarşı siyasət yürütdü. 28 ölkədə qan su yerinə axıtdı. Və şiəli, yəni ideologiyası sürdü irəli. Bugün ərəb dövlətlərini əzə bilir, qısasını ala bilir farslar, Azir. Əlinin altında saxlayıb, vura bilir. Dediyiniz o Yezidlər Səudi Ərəbistandır, Sudandır. Niyə? Bu subutdur, göz qabağımda. Gəlin. İsrail dövlətinin böyüməsinə siyasi, tarixi, coğrafiya baxımından deyir. Yaradılmasında İranın burada əli var ya yox, var. İranla İsrail arasında siyasi İngilislərin qurduğu düşmənçilik oldu. İsrail coğrafiyası bölgüsü. Yəni düşmənçilik aparsınlar, belə düşmənçilik aparıb coğrafiyanı böyüdə bilməz. İsrailin böyüməsində, coğrafiyasında ərəblərə qarşı və böyük siyasətin yürüdülməsində İranın bir nömrəli əli var. Və Farsın bir nömrəli əli var. Ərəblərdən qisas almaq üçün İsrail dövlətinin yaradılmasında bir nömrəli əli vardı. Və İsrail də bu baxımdan İraq-İran savaşında kömək edirdi. Yaxşı, bunu qoyduq bir tərəfə. İsrailin, yəni belə deyək də, Yahudilərin İranda soyqırımına Rıza Pəhləvinin Sadın dövründə oldu. 800 gün dağda qaldırıb Şam yandırdılar, həmin bayramı keçirdirlər. 60 min Yahudi var İranda. İranı kimi idarə edir? Fransa Yahudilər. Bunu qoyduq bir kənara. Gəlin, tarix boyu Kürdlərlə Türklər bir bayraq altında yəni döyüşüb və Qərbin bu qısqandığı Türk torpaqlarında başladılar siyasi bölgə yaratmaq və Kürdistan muxtariyyətini İraqda yerləşdirdilər. İndi bugün reallıqda Türkistan coğrafiyası yaranır, başlayıblar Əfqanistanda Kürd söhbətini atmağa, İraqda Kürd söhbətini, İranda atmaq, Azərbaycanda atmaq, İrəvanda atmaq. Bu, Qərbin və İngilislərin bir nömrəli düşmənçilik yayma, toxum siyasətini səhməkdir. Gəlin belə deyək. Azərbaycanda yaşayan, məsələn, hər millətdən var. Bugün Azərbaycanda yaşayan Çeçen Azərbaycanı müdafiə etmək. Əgər Azərbaycan uğrunda döyüşürsə, Azərbaycanın igidi qəhrəmanı və şəhidi sayılır.
Əgər bir gün Çeçenistanı müdafiə etsə, xahiş edirəm, belə deyək, götürsün sumkasını salsın, getsin Çeçenistanda yaşasın və Çeçenistanı gedib orada müdafiə etsin. Kim İraqı müdafiə edirsə, Kürdistan muxtariyyətini müdafiə edirsə, xahiş edirəm. Hamımız bax bu ölkədə, bir coğrafiyada qohum əqrəbi olmuşsa, dayı bacı olmuş, qan tökmü. Gedin orada rahatca öz coğrafiyanızda, yaratdığınız coğrafiyada və gəldiniz, oturdunuz torpaqda dövlətçilik deyil. Deyirsiniz ki, bax, mən nə üçün danışıram? Bu adam, yəni PKK onda türkləri qırır, mənim qardaşlarımı qırır. Mən onda PKK-ya heç dinmirdim, susurdum. Necə olur, bir Azərbaycan vətəni xahiş edirəm bu cümləni, yəni belə deyək, böyütməyin. Hamımız bir, yenə də deyirəm, bayraq altındayıq. Bu dövlətdə hər millətdən var. Bu millətin içinə toxum səhməyin. Bax, belə balaca bir yumurta olur, böyük hücəyrəyə çevrilir. Gəlin baxın, bu adam nə deyir? Perslərdən yazı, ərəblərdən yazı, Fələstinlərdən yazı, bir yerdə kütlərdən yazı. Niyə? Əgər olubsa belə bir xalq, elə bir ərazi olubsa, və yaxud heç uzağa getməyək. Düz deyir, deyirsiniz tarix açaq tarix. Gəlin götürək. Kim Hindistandan gəlib? Hindistanın yarısı çay aşağılarına qədər türk torpaqlarıdır. Hər millətin genetik kodunu ayırt edir. Bizə yaxın olan bir dənə Afrika. Amma bu 1000 ildə bu torpaqlarda erməni, kürd, talış, ləzgi, çeçen, fars, ərəb, İngiliz, Yahudi hamı qarışıb bir-birinə. Götürsən yaxşı, deyirsiniz Adəm Həvvanın soyundan. Amma belə gələndə Adəm Həvva qalır kənarda, çaydan oda. İndi başlayırsınız millətçiliyə. Yaxşı, mən demirəm, sənin haqqındır millətçiliyə. Amma Azərbaycanda sənin, belə deyək, baba burada görsədəcəm. Midus'ta. O mənim Kürd ərazi deyil, bir ərazi yoxdur. Baxın. Alo, axşamın xeyir Sərdar müəllim. Axşamınız xeyir. Sizi narahat edən Gəncədən Bərzanidir. Yəqin sosial şəbəkələrdə görürsünüz. İndi bu qardaşımız zəng edib Sərdara. Qardaşım, əzizim, iki gözüm, sən Azərbaycan vətəndaşısan. O demir ki, bütün Kürdləri təhqir etmir ki. Bu deyir ki, Kürd ərazisi, tarixi, baxın, indi Sərdar bilir ki, bütün coğrafiyada, iş başında hamısı, yəni Kürdlərdir. Amma hal-hazırda reallığa götürəndə bir bayraq altında döyüşən Kürdlərlə Türklər bugün nə vəziyyətdə Amerika, İngilislər getdi? 1978-ci ildə gəldilər Türkiyə, deyirlər ki, barışıq. Orada Türk söhbəti var idi. Bir qolu elə Türkün, bir qolu elə Kürddür də. Bir qolu elə Farsdır da, bir qolu Ərəbdir də, bir qolu elə Talışdır da, Çeçendir də, hamısı artizasiya olub dəyişdi. Asiya tərəfdə, Türkiyənin Asiya tərəfində. Baxın, nə qədər var? 55 milyon, deyirsən 80 milyon Kürd var, 85 milyon. 50 milyon, 55 milyon götürən Kürd var. İraqda Naxçıvan haqqında, hava haqqında məlumat verir. Laçın haqqında, İrəvanda dövlət yaratmaq və orada o dövlətçiliyi qurmaq istəyənlər bilirsiniz kimlərdir? Burada Türkiyə qarşı Kürdlərlə Türklərin qardaşlığını pozmaq istəyən insanlar idi. Burada iki dövlətin arasında qırğın yaratmaq istəyirlər. İstəyirlər Türkiyə ilə Naxçıvandan və İrəvan verildi. Ermənilər Naxçıvanda, yəni Kürdlərə versin, bu siyasəti, bu ideologiyanı yerləşdirən əsl başda duran İngilislər idi. İki Türk millətinin qapısında düşmənçilik toxumu səhmə. Tarixə baxaq. Tarixdə Kürdlərlə Türklər daimi qələbədə, bir yerdə qələbə qazanıb. Və nə oldu bugün? Nə üçün axı bir millət, belə deyək, iki qardaş bugün düşmənçiliyə çevrilib? Yaxşı, sən əzizim, gözüm, canım, sən mənim ölkəmdə, sən gedirsən İraqı müdafiə edirsən. Sən gedirsən PKK-nı müdafiə edirsən. Sənin fikrin var ki, onda belə çıxır ki, PKK türklərin əskərini, mənim türk qardaşlarımı şəhid eləməkdə haqqı var, hə? Belə çıxır da. Belə çıxır ki, PKK öldürsün şeyləri, yəni Türkiyəni. Siz umumi Kürd, yəni haqqında danışanda coğrafiyanı və insanları bir-birinə düşmən etməyin. Gəlin burada bunun videosuna baxaq. İndi dayanmadan bu boyda Yox, mənə görə məndən niyə üzürsünüz? Mən
Hətta siz məni əgər təhqir eləsəydiniz, şəxsən mən Bərzani, mən o vallahi heç baş qoşmaz deyir, məşğulatla da ütüləyər, karvan keçər. Amma siz mən o vaxt heç fikir verməm. Amma siz məni təhqir edirsiniz, siz məni 80 milyon Kürt xalqını təhqir eləmişsiniz. Durun, normal bir kişi kimi insan. Bax onda qardaşım, belə çıxır ki 80 milyon sən burada Azərbaycanda oturursan, belə çıxır ki Təbrizlə İran müharibəsində nə qədər Təbrizləri qıran kim oldu? Və 1779-cu ildir, neçənci səhv etməsəm, 1959-cu illərdə İraqda PKK gəldi, bütün türkmənləri soyqırım etdi, qətliam etdi. Və yaxşı, indi bir gün əzizim, canım, buradan çıxış eləyirsən, sabah o birisi oradan qalxacaq, bu birisi buradan qalxacaq, bu belə deyək, müdaxilə, bu bilirsən nədir? Onda bu gəlir çıxır İngilislərin siyasi prosesinə, ölkədə ayrım seçkili yaratmaq, ölkədə qansu yerinə yaratmaq. Kimə lazımdır bu? Bu demir ki Azərbaycandakı. Yaxşı, Azərbaycanda da bunu yaratmaq istəyirdilər. Yenə də deyirəm, siz birlik yaradın. Siz Türk söhbətini və etnik söhbətlərini yığışdırın. Siz burada birlik yaradın ki, birlik. O cəmiyyət sizə baxıb və irəli geçsin. Nə qədər mənim dostlarım, qohumlarım var. Məsələn, Kürt nə? Mənim ürəyimə xal salırsan. Bilirsən necə, sənin bu 80 milyon, 85 milyon deməyin, mən bilirsən necə, mən şəxsən özümdə deyirəm, fikirləşirəm ki, mən Türk, o Kürt. Məndə soyuqluq yarandı ki, bu özü məndən ayrı. O olmaz axı, bu hər bir yerdə İraqlı Kürt, İraqda ərəblərlə bərabər hüquqluluğu var. Azərbaycanda, İranda İran. Biz Türkistan deyəndə umumi coğrafiyanın müdafiəsi, bax elə əzilib, İngilislərdən əlindən çıxartmaq üçün, Kürdi də, Ərəbi də, Farsı da onlardan xilas etmək üçün. Bir gün Çin gəlsə, İraqa girsə, İraqda Ərəbi də qıracaq, Türkü də qıracaq, Kürdi də qıracaq. Düzdürmü? Deməli, onların bizə xeyri vardı orada durması qapıda. Farsla yola getməsəydi. Amma Farsın bir gün qapıda durmağı, daxili siyasət, xarici siyasət bizə qarşı yürütməsə, amma bir gün Çinin qarşısında, Hindistanın qarşısında bir gün Fars durur. Qapı kimidir. Xeyri var. Götürək bu tərəfdən. Rusların var. Torpaqlarımızı işğal edir. Baxın, tarixdə də Rusları Türk torpaqlarına doldurdular. Türklər bütün Türk isimlərini, tarixini məhv etdi. Farslar oradan məhv etdi. Ərəblər buradan məhv etdi. Və burada etnik söhbətlərin qarşı durma, istənilən millətə tarix yazdılar, millətçilik verdilər. Bu da bizi uçuruma aparır. Uçuruma. Belə söhbətləri yığışdırın, xahiş edirəm. Yenə də deyirəm, bugünkü coğrafiyada, yenə deyirəm, gəlin mən tərifləyəcəyinə, yox siz tərifləyəcəyində, harasa gedib vermir. Hamımızın problemi, çətinliyi başdan aşır. Düzdürmü? Amma insanların bugün heç o şeyə maraqlanan da yoxdur, baxan da yoxdur. Yəni 95%, məsələn, mən cəmiyyətdə görürəm də, hansı millətdən olduğunu heç maraqlandır. Çünki onlar gündəlik həyatını yaşamağı düşünür, istirahat etməyi, gəzməyi fikirləşir, yeyib içməyi fikirləşir. Onun marağında deyir, bu ərəbdir, bu farsdır, bu türkdür, bu nəm kürtdür, bu ingilisdir. Marağında deyil. Çünki hara bayrağı əsdi orada yaşayacaq. Onun vecinə deyil. O öz həyatını yaşamaq üçün. Yəni çünki bu dünyaya deyil, gəlmişəm yaşamaq. Amma gəlin belə söhbətləri Azərbaycanda oturub bugün gedib haransa coğrafiyanı böyütmək, o deməkdir ki, təhlükə var, siqnaldır bu. Yəni sabah Azərbaycanda böyük qiyama hazırlaşmaq deməkdir, parçalamaq deməkdir. Belə siz düşmən ölkələrdə istifadə edir bu sözlərdə. Mən yenə də deyirəm, mənim sözümü xahiş edirəm, heç kəs yanlış anlamasın. Mənim sözüm, danışığım sülh mənasındadır, barışıq mənasındadır. Mənim üçün fərqi yoxdur. Azərbaycanın bayrağında, Azərbaycanı bax danışdın, orada dedin ki, xeyrimiz dəyib. Bax, belə oğullar üçün canımdan keçərəm. Amma qaldı ki, belə coğrafiyada bölücülük aparmayın. Uzun ildir Naxçıvan haqqında İraqın, Kürdistan muxtariyyətində hava haqqında məlumat verir. Ərdəbilin hava haqqında məlumat verir. Urmiyanın hava haqqında məlumat verir. Ağrın dağının, sonra Türkiyədə
hava haqqında məlumat verir. Bəs bunu verən kimdir? Bunu qoyan, bu kitabı yazan kimdir? İngilislər. Hər kəsin öz soyu kökü bəllidir, hardan gəldi. Amma biz yerli xalq olaraq, millət olaraq biz heç kəsin torpağına getməmişik və heç kəsin də torpağını tutmamışıq. Heç kəsin torpağında da gözümüz olmayıb. Amma indi biz gəlmişiz, dolmuşuz hər bir millət Türk torpaqlarına, amma ölkədə yaşamağı, sülhçiliyi bizim ideologiyamız Turançılıqdır. Bütün Ərəbidə, Çərkəzidə, Çeçenində, Talışında hamısın öz ətrafımıza, belə deyək, qanadımıza alıb bir qardaş kimi olmaq istəyirik. Bərabər olmaq istəyirik ki, burada sabah Çinə qarşı gəlmək. Bizim bir qolumuz Şərqi Türkistan, Uyğuristandadır, bir qolumuz Əfqanistandır, bir qolumuz İspaniya qədər, Amerika, Qızıldərilərə qədər, Amazon kimi gedir. Bilirsiniz, Meksikaya kimi gedir. Bir qolumuz gəlir Cənubi Azərbaycanda, bir qolumuz, yəni Macaristandan bəri hara fırlasan elə türklərdir. Onda belə çıxır ki, biz az, balaca bir millət. Axı biz də 450 milyon millətik. Hamı özün, tutalım mən bugün deyim ki, mən varam və başqası olmaz. Ölkədə millətçilik olmaz. Kiməsə hədə qorxu da gəlmək olmaz. Yəni ölkənin qanunu var, qaydası var. Deyib, məsələn, buradan Amerikadan ona zəng eləyirlər. Biri İraqdan zəng eləyirlər. Yaxşı, bizim də, onda Türkiyədən də zəng eləsinlər və burada bölücülük gedir. Parçalanma aparır o. Bizim bir dənə dövlətimiz var, o da Azərbaycan. Bundan qabağa eşidirdik ki, yayılırdı ki, hansısa ölkədə istehsal olan silahlar İraqa gedir. Tarix boyda nə üçün? Onlara deyir ki, sənə, məsələn, İrəvanı veriləndə ermənilərə, orada Kürdlərə deyirdilər ki, mənim yerli sakit Kürdlərdə işim yoxdur, yəni qarışdırmayın. Hansı ki o torpaq işğalçı, terrorizmə meyilli, insanlar türklərə qarşı qətliam, soyqırım törədənlərləndir mənim işim. Gəlirdi, bugünkü gündə deyirlər ki, sizə də biz PKK-ya dedilər, sizə dövlət verəcək, Laçın böyle Türkiyənin qarşısını kəsmə. Laçın Naxçıvanı verəcək və burada yaradılacaq və onun maliyyələşdirəndə PKK-nın da güclərində ilk dəfə Naxçıvanda yetişdirib göndərəndə Ruslar olub. Hələ bir tərəf. Çox yerdə yaradılıb. Amma bugün gəlin savaşa baxı. Amerika-İsrail-İran savaşında gör Türkün adı çəkilir. Türkmen bölgəsi çəkilir. 50 milyon Azərbaycanın adı çəkilmir orada dövlət yaratma. Amma deyirlər ki, Kürdləri verir orada. Bu da yenə də Türk ilə Kürdü düşmən eləmək, qapı kəsməkdir. Və həmin İngilislər özünə güc qazanmaq üçündür. Səni, məni bir-birinizə düşmən eləmək üçündür. Bildiniz niyə? Çünki ona görə ki, düşmən eləyir ki, burada niyə demir ki, Təbriz yaransın? Niyə demir? Ona görə ki, yəni burada bugünkü gündə bu coğrafiyada qırğın yaratmaq üçün niyə Əfqanistanda Güney Türkistan yaranmadı, Taliban yarandı? Niyə Uyğuristanda, Şərqi Türkistan, Uyğuristan dövləti yaranmadı, Çin öz həsarəti altında, soyqırım, qətliam altında? Qıbrıs türklər, niyə Qıbrıs türklər yaranmadı? Yenə də deyirəm, Qıbrıs türklər nə deyirlər? Türklər deyir buradayım. Deyir, yaxşı Türk dövlətini qurmasını gedin Türkiyədə olun, çıxın burada. Kərkiş düşmən bölgələrinə, ərəblər var, orada PKK qırdı da 1959'da idi səhv etməsəm, ya paylaşımda var. Nə qədər Türkmen ailələrini məhv etməyə çalışdı, qətliam etdi, soyqırım etdi, bütün silahları Suriye işid məsələsində də oraya yerləşdirdi, Rusiya orada Türkmenləri vurdu. Raket attı, raket zərbəsinə yağışına tutdu. Eləməyin belə. Bu söhbət, bu məsələ bütün Yüce Azərbaycanda yarar. Hamıya yüce toxunur. Hamı bax ancaq belə şey danışır ki, bu nə təzə çıxıbdır, bu nə o oyundur. Bu danışır, Sərdar Cəlloğlu danışır ki, deyir ki, bu tarixin belə deyək, bu formada, buradan durub onu müdafiə etmək, onda Türkiyədə dursun ayağa, Cənubi Azərbaycanda dursun. Siz bir dənə onu başa düşün ki, bu coğrafiyada qan salmaq istəyirlər. Resursdur, nə sən üçün ölmürlər, nə mən üçün. Yəni bu coğrafiyada ancaq savaş, bax hələ bir dənə tarixçi var, onu da sizə göstərəcəm. Bütün günü yalan coğrafiya, İngilislərin yaratdığı xəritə çəkir, bütün günü ancaq gənc Kürd gənclərinin beynini zəhərləyir.
Yenə də deyirəm, Türklərlə Kürdlərin ailə bağlılığı var. Bir bayraq altında döyüşüb və namus, qeyrət üzərində şərəfli olublar. Amma bugün düşmənçiliyə çevirirlər. İndi Türkiyədə yaydılar, İranda yaydılar, indi Azərbaycanda yayırlar. Bunu da yayanların əksəriyyəti ingilislərdir və erməni təşkilatıdır. Urmiyədə yayır, Azərbaycanda yayır və Türkiyədə yayır. Elə yayır ki, bir-birimizə nifrət edir, düşmənçilik və yəni bunlar Türkistana gedib çatmaz. Türkistanı hər kəs bilsin. Hər bir millətin dövləti deməkdir. Ərəbin də, Kürdün də, Talışın da, Farsın da. Bu etnik söhbəti ölkədə yersizdir, mənasızdır. Yenə də deyirəm, bu etnik söhbəti Çində, Hindistanda gedib oyunu eləyə bilərsiniz. Sizə bir dənə sual verirəm. Gedin bir dənə Çində, bir dənə Uyğurlar səsini çıxarda bilmir. Yer üzündən silərlər. Həmən hələ bir dənə orada İslam deyərək yaşamaq istədilər, yer üzündən sildilər. Yer üzündən silirdilər, məhv edirdilər. Gedib, bax, istifəri yox, istəyirsən olmayan, gedib orada deyə bilər, deyən kimi məhv edirlər. İndi Azərbaycan suverenliyi, Türkiyədə suverenliyi azaldıq. Cənubi Azərbaycanda o formada kim nə istəyir ondur. Cənubi Azərbaycan 50 milyon Azərbaycanlı İraqda, İran savaşında savaşdı, 300 min şəhid verdi, yarım milyon şəhid verdi. Bugünkü gündə yenə də bombaların altında yenə də təbrizlər qalıb. Bugün də yenə də orada başqa Fars dövlətin heç kim məhv etməz. Çünki öz məqsədlərinə çatmaysa Amerika, İngilislər heç vaxt qoymaz. İngilislər Amerikanı qoymaz ki, orada Fars dövləti məhv olsun. Çünki onlara sərf edir. Sərf edir. Orada belə deyək, türklərin qapısı kəssin. Bütün qərb dövlətləri bilir ki, Kürdlərlə türklər birləşsə Avropanın zənginə alacaq. Rusiya torpaqları qaytarıb Türkiyə verəcək, resurslarını verəcək. Və Hindistanın çay aşağı yataqlarında, Hindistanla sərhəd türklər qalacaq, aparıb qoyacaqlar. Afrikada türklərin zəngində olacaq. Dünya yəni əllərində olacaq. Ona görə əzizlərim başa düşün. Məqsəd budur. Buna görə eləyirlər. Nə sən üçün ölmürlər, nə mən üçün ölmürlər. Nə də sənə o vəzifə verilənlər var, o vitvani atanlar, tarix yazdıranlar var. Onlar ancaq ölkədə savaş üçündür, qan tökmək üçündür, öldürmək üçündür, nifrət yaratmaq üçündür, düşmənçilik yaratmaq üçündür. Bax, beləncə içimizdə toxum səpirlər. Sabada, məsələn, Bakıda, Azərbaycanda 5 nəfər, 3 nəfər, bundan, o ondan, o necə ki, Ermənistan söhbətini yaratdılar, Sumqayıtda ermənilər. Bax, bu oyunun siyasının axırında heç nə gələcək. Hamımız biri, hamımız hər bir gəncə deyirəm, buradan səslənirəm. Yenə də deyirəm, bu millətçilik, nə bilim, toxum səhməni yığışdırın. Yığışdırın, bu bəşəriyyəti xilas etməyin dövrüdür. Bu bəşəriyyət məhv olur, gedir, xəstəlik üsyan edir, ona çarə tapmaq lazımdır. Mən türkəm, nə qədər illərlə danışıq çıxışlar edim, türkçülüyümlə, dünyanı. Mənə heç kim içinə nə verəsi versə də, söhbət ondan getmir, məni vermək üçündür, yox. Bu günləri versə də hakimiyyətə, məni hansısa bir dövlətə düşmən çıxartmaq üçün və öz məqsədlərinə çatmaq üçün məndən istifadə edir. Ona görə bu oyunlara gəlməyib. Bu toxumçuluq yığışdırın. Mənim ölkəmdə yaşaya-yaşaya etnik qruplar var, öz bayraq gətirir, özləri bayraq yarat. Qardaşım, əzizim, bayraq istəmirsən, bayrağı. Neynə, götür milləti də, xalqı da, get yine var. Şəhər yaradılıb, sizə veriblər, İraqda da veriblər, nə bilim, Farslara da yəni torpaq verildi, Fars dövləti də, Farslar da ayrısın bir dövlət, Kürdlər də ayrısın, Türklər də, haraya gedib çıxacaq? Gedin də orada dövlətsiz, muxtariyyətsiz var da İraqda, gedin ora. Yenə də siz neçədən dövlət yaratmaq istəyirsiniz? Olmaz axı belə. Belə insanların içində yaratırsın, toxum səpirsin. Baxın, bunun saytına baxın. Bax, bu adam ingilislər maliyyələşdirir. İngilislər maliyyələşdirir.
Bax. در حق دیروک آلا کردستان یا نتوید آنگو در حق بیراق Bu کردستان adam ancaq biri sənədə ingilislərin yazdığı oyuna ancaq bunun bir dənə məqsədi var. Bunun bir dənə məqsədi var, ancaq türklərlə kürdləri düşmən eləsin. Bu, axı niyə bu iki millətin arasına, niyə bu iki qardaşın əmi oğlunun arasına qırğın salırsınız? Niyə bu toxumu səpirsiniz? Məqsədiniz nədir? Nəyə görə edirsiniz? Tutalım, siz necə rava bilirsiniz kimisə uşağını öldürmək, ya qırıb tökmək? Yəni, belə çıxır ki, imkanınız olsa bütün türkləri məhv edər. Hə, bunu qırmaqla sizdən nə? Allah yaradanı demirsiniz, Allah yaradıb, Allah öldürər. Əgər bu yer üzü insanlar üçün, canlılar üçündür, heç bir insanın haqqı çatmır torpaq savaşı aparmağa. Bu torpaq müvəqqətidir. Gəlin bura baxın. Bax. Merhaba. 1482 yılında Bak görürsün. Hasankeyf Krallığı o Kürt tarihini araştırırken şunu da göz önünde bulundurmalısınız. Bu sır Sağcı, solcu, İngilislərin yaratdığı adamdır. Özü də başdan ayağa yalan danışır. Başdan ayağa o gedir ki eləyir. Ancaq öldüyü türklə Kürdlərin düşmən eləsin. Olmaz belə. Belə gənclərdən, gənc nəslinə ibrət götürəcək. Belənciyə də baxanda deyirsən ki, elə Amerika ilə Birləşmiş Ştatlar ya Fransa bombalayın, atom atın da buradan canımız qutarsın bu millətli söhbətindən. Qutarsın, bir dəfəni qırın, öldürün də canımız qutarsın. Nə qədər axı millətçili olar, nə qədər toxum səfə. Biri demir ki, gəlin bu bəşəriyyəti qutara, biri demir ki, bu xəstəliklərdə insanlar, biri demir ki, bu insanlara işlə təmin edək, bu insanların ailələri acdır, dolansın. Əgər millətçilik istəyirsən, onda öz xalqına, millətinə, hər bir uşağın olmasına 10 min dolar, 20 min dolar ver və aylıq pul verginə saxlamada. Deyin ki, hər ay evdə ailələr 20 dənə uşaq saxlasın. Onda bu dünyanı alaq Çin kimi, nə bilim, Hindistan kimi cəngimizə. Bu Çindən Hindistan bir gün qalxacaq. Kişi, Rusiyanın içindən dronlar qalxır, peyki tuta bilmək. Rusiyanı vuran öz içidir. Hələ öz içi. Rusiyanı öldürən indi Ukraynanın adı gedir. Daxilində o partlayışlar var, neft zavodları. O Rusiyanın daxilində olan dronlardır. Rusiya nə qədər orada türkləri öldürdü, nə qədər etnikləri öldürdü. Çoxu deyir ki, Ukrayna qalib gəlir. Ay bədbəxt millət. Elə Ukrayna ilə qırır da oradakı türkləri. Rusiyanın tərkibində olan türkləri qırır da. Ruslar da elə o türkləri verir, millətçilik etnik edir, azaldır. Bax, budur da İngilislərin oyunu budur. Mənim dərdim ondan ibarətdir ki, ayıq olasınız, belə şeylərə gəlməyin. Belə şeylərə gəlməyin. anlatacağım. Ders kitaplarını göstereceğim. Bak. Kürtlerden insanlık dersi alacaksınız. Resmi olarak Kuzey ve Doğu Suriye Özerk Yönetimi olarak adlandırılan Rojava... Bütün günü bu belədir ha. İndi bunun bir dənə videosuna baxın. Kıymetli Kürtler, konuyu değerlendirirken şu bilinçte olmalıyız. Bakın, Türkiye, İran gibi inkarcı ülkelerde Kürtçe eğitim öğretim olacaksa zaten Kürtlerin kendi ödediği vergilerle, evet çok küçük bir kısmıyla olacak. Tabii Türkiye ile İran gibi devletler Kürtlerin kendi alın teriyle kazandığı paraların büyük bir kısmını vergi olarak alıyor. Aldığı bu paralarla Türkçe ve Farsça için harcama yapılıyor. Üstüne Kürtler ve diğer halklardan aldıkları paralarla onun məqsədi dil ve tarihini asimile etmeye, yok etmeye çalışıyorlar. Böylece vergi emanetine ihanet millətçilik. haksızlık yapıyorlar. Bu nankör. Bu necə tarixçi ola bilər? Bu necə şey ola bilər ki, bax görün insanlar arasında bu nətər toxum səpir, necə toxum səpir. Bu bilinir ki, bu idarə olunmuş İngilislərin sırf cəssusudur. Bir dənə sözü düzdür, bir dənə tarixi düz deyil. Ancaq coğrafiyanı özü cızır. Özü İngilislər nə verir odur. Ayda İngilislər buna Allah bilir nə qədər pul verir. Bu ancaq millətçilik səpir. Ancaq ölüm. Bax, farsları da qatır. Bu adam bilirsən qəsdi qərəzliklə danışır. Olmaz belə şey. Bunu bütün türklər də, kürdlər də deməlidir ki, səslənməlidir. Niyə siz bizim içimizə toxum səpirsiniz? Bax, Türkiyənin Asiya və Avropa qitəsi var. Asiya tərəfində türklərlə də, kürdlərlə çoxdur. Hamısı da bir-birinə qız verib qız alıb. Bax, burada da. Hamı qız verib qız alıbdır, hamı da. Belə deyək də, özgə heç kim yoxdur. Elə mənim, elə bir, yenə də deyirəm, bax, mən türkəm, mənim əmin qızı, o da kürddə. Belə deyək. Bax, indi onun oğlu sabah, oğlundan, bax, belənçi danışdı, fikirləşir ki, axı, mənim dayı tərəfim türkdür.
Mənim bir dənə məqsədim, dərdim ondan ibarətdir. Bir toxumçuluq səhmi. Coğrafiya ayırmayın. Bu insanların, gənclərin beynini zəhərləməyin. Zaten bunlar məhv olub gedib. Sabah güllənin qabağına siz getməsiniz, özünüz qabağa verirsiniz, özünüz dalda qalatsınız. Bax, beləncə olacaq. Bayaq dediyim kimi, mənim məsələn, belə deyək, əmim qızla olan, yəni Kürddən türk qohumdur. İndi tutalım, o belə toxum səpirizdə məntiqlə düşünək. Sabah, belə deyək, onun atası Kürd, anası Türk. Sabah mənlə sən onu üz-üzə qoyursan. Sabah səhər bacıoğlu əmisinə güllə çıxıcı, dayısına güllə çıxıcı. Ona görə deyirəm, etməyin. Belə söhbətləri yığışdırın, xahiş edirəm. Millətçilik uçuruma aparır. Bu torpaq heç kəsin deyil. Əgər Adəm Həvva deyirsiniz, yer üzündə Adəm Həvvaya yaranıb, onda Adəm Həvvanın törəsiniz də hər bir insan. Niyə qırırsınız? Onda belə qırırsınız, onda yalandır. Adəm Həvva yalandır, sadəcə uydurub bıraxmışsınız ortalığa. Hərə bir yerdən yağış tək yağıb, düşübdür, əmələ gəlib, hamı bir-birindən torpaq idəyəsiz. Qitələr var, çoxluq var, istilik var, o isti olmayan var. Bu Asiya torpaqlarına gələnlərin 90%, türklər yerli xalq, türklərdən əlavə gələnlər, burada biz qucaq atmışıq və burada resurslarla bağlı yox. Bu coğrafiyada bolluq olur. Ona görə hamısı bura üstü və əksəriyyəti. Onda bugün Afrikanı, Fransa məhv edir. Afrika bizə əmi olsaydı, genetik olaraq yaxındır. Biz indi durub onları müdafiə edirik. Nə qədər qırdı, məhv etdi. Onda biz onu Afrikanı müdafiə etsəydik, onda Fransa yer üzündə kül olmalı. Yenə də deyəm, bir xalq olaraq, bir millət olaraq, indi burada bütün dünyada din kanalcı aparsız, hər bir millət bir-birindən qarşılıq, qohumçuluq, qan qohumçuluğuna çevirir. İnsanlıq yayı. Olmaz. Bu ölkədə, bax, mən başım ağrıda belə, ancaq video atırsan belə söhbətdə. Bayraq qaldırırlar. Azərbaycan Respublikasının mənim xahişim var. Mən yenə də deyəm, burada qəsdi qərəzindən danışmıyorum, heç kəsi də hədəf tutmuram. Sadəcə nümunə gətirirəm bu vətəndaşlarımıza. Azərbaycan Respublikasının Nazirlər Kabinetindən xahiş edirəm. Bizim ölkəni uçuruma aparacaq bu millətçilik. Bunun qarşısını alın. Bunun qarşısını alın. Burada qeyri-qeyri ölkəmizdə bayraqlar çıxır. Bunları yığışdırın. Bu bölücülük aparacaq. Bizi parçalayacaq. Bir millət olmağımız kimi burada qardaş qırğını yenə salacaqlar. Bu dama olacaq böyük bir məsələ. Bunu yadınızda saxlayın. Bu çünki ingilislər elə işləyir ki, zamanı gələndə işə hərəkətə salır. Bir dəfəni elə nüvə silahı atın, canımız qutarsın da bu ingilislərə deyirəm. Canımız qutarsın, onsuz bezmişik həyatımızda.